Və yaxud bəzən belə bir sual verirlər ki, məgər demirsiniz Allah birdir, niyə görə Allahın göndərdiyi kitablar fərqlidir, peyğəmbərləri fərqlidir, yəni Allah birdirsə bu qədər dinlər hardan çıxıb? Bəli, Allah birdir və göndərdiyi din də birdir. Qur'an-ı Kərim Allahın dinini İslam olduğunu qəbul edir və nəzərə alın ki, bu İslam sonuncu dinin adı olan İslam deyil, yəni Allaha təslim olmaq. Bir dəfə insan Həzrəti Nuhun şəriəti ilə Allaha təslim olmalıydı. Bir dəfə Həzrəti İbrahimin, bir dəfə Həzrəti Musanın, bir dəfə Həzrəti İsa'nın. Demək, bunların hamısı Allah tərəfindəndir və Allaha təslimiyyət üçündür. İndi Allah Teala sonuncu bir kitabı var, Qur'an-ı Kərim və onun gətirən peyğəmbəri var və bu dinin də adı İslam adlanır. Buna əsasən insan Allahın ən sonuncu təlimlərinə təslim olmaq istəyirsə, təbii olaraq sonuncu göndərilən, nazil olunan kitaba etiqad edib ona əməl etməlidir. Təsəvvür edin ki, bir insan birinci sinif oxuyur, ona müəyyən bir kitab verilir, ikinci sinifdə artıq kitab dəyişir, üçüncü sinifdə daha fərqli bir kitab. İndi deyə bilərsən ki, üçüncü sinifdə oxuyana birinci sinifin kitabını versin. Təbii olaraq burada artıq onun mərifəti qalmaz, onun elmi bazısı, təhsili yüksəlməz. Allah Teala bütün kitabları insanlar üçün göndərib, amma insanların tutumuna, şəraiti nəzərə alaraq. İndi son insanı fikirləşərək, onun məsləhətini fikirləşərək Qur'an-ı Kərimi və sonuncu elçini göndərmişdir.